Əgər biz onlara mələkləri göndərsəydik, ölülər də onlarla danışsaydı və hər şeyi onların qarşısına toplasaydıq, Allah istəməyincə onlar iman gətirməzdilər. Lakin onların çoxu bunu bilmir. Beləliklə, biz hər bir peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanlarından düşmənlər müəyyən etdik. Bunlar aldatmaq məqsədi ilə bir-birlərinə təmtəraqlı sözlər təlqin edirlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları şeylərlə birlikdə tərk et. Bu ona görədir ki, axirətə inanmayanların ürəkləri təmtəraqlı sözlərə meyl etsin, bundan razı qalsınlar və gördükləri pis işləri bir daha görsünlər. De ki, Allah bu kitabı sizə təfərrüatı ilə nazil etdiyi halda, mən ondan başqasını mı hakim qəbul etməliyəm? Kitab verdiklərimiz bilirlər ki, o həqiqətən sənin Rəbbin tərəfindən nazil edilmişdir. Odur ki, şübhə edənlərdən olma. Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Heç kəs onun kəlmələrini dəyişə bilməz. O, eşidəndir, görəndir. Əgər sən yer üzündə olanların əksəriyyətinə itayət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar. Həqiqətən sənin Rəbbin onun yolundan azanları daha yaxşı tanıyır. O, doğru yolda olanları da yaxşı tanıyır. Əgər Allahın ayələrinə inanırsınızsa, üstündə onun adı çəkilmiş, Bismillah deyilib kəsilmiş heyvanlardan yeyin. Allah, məcburiyyət qarşısında yiyəcəyiniz şeylər istisna olmaqla, haram buyurulanları təfərrüatı ilə sizə bildirdiyi halda, üstündə onun adı çəkilənlərdən nə üçün yemiyəsiniz? Şübhəsiz ki, çoxları elmsiz olduqları üçün öz istəklərinə uyub, insanları doğru yoldan azdırırlar. Həqiqətən sənin Rəbbin həddi aşanları daha yaxşı tanıyır. Günahın aşkarından da, gizlisindən də əl çəkin. Şübhəsiz ki, günah qazananlar etdikləri əməllərə görə cəzalandırılacaqlar. Üstündə Allahın adı çəkilməmiş, Bismillah deyilib kəsilməmiş heyvanlardan yeməyin. Çünki bu günahdır. Həqiqətən şeytanlar öz dostlarına sizinlə mübahisə etmək üçün batil əqidələr təlqin edirlər. Əgər onlara itayət etsəniz, sözsüz ki, siz də müşriklərdən olarsınız. Məyər ölü ikən diriltdiyimiz və özünə də insanlar arasında gəzmək üçün nur verdiyimiz şəxs, qaranlıqlar içində qalıb, oradan çıxa bilməyən kəs kimi ola bilərmi? Kafirlərə gördükləri işlər beləcə gözəlləşdirildi. Beləliklə, hər bir ölkədə oranın günahkarlarını başçılar təyin etdik ki, onlar orada mümkün qədər yaramaz işlər görsünlər. Halbuki onlar o yaramaz işləri yalnız özlərinə qarşı edirlər və bunu da
hiss etmirlər. Onlara bir ayə gəldikdə, Allahın elçilərinə verilənin bənzəri bizə də verilməyincə iman gətirməyəcəyik, dedilər. Allah Peyğəmbərliyini kimə verəcəyini daha yaxşı bilir. Günahkarlar qurduqları hilələrə görə Allahın hüzurunda rəzil olacaq və şiddətli əzab çəkəcəklər. Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar. Kimi azdırmaq istəsə, onun köksünü sanki o göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə cəzalandırar. Rəbbinin doğru yolu budur. Artıq biz ayələri düşünən bir qövmə izah etdik. Onlar üçün Rəbbi yanında əminamanlıq yurdu hazırlanmışdır. Gördükləri yaxşı işlərə görə onların himayəçisi odur. Allah onların hamısını bir yerə toplayacağı gün deyəcəkdir. Ey cin tayfası! Artıq siz insanlardan bir çoxunu özünüzə tabe etdiniz. Onların insanlardan olan dostları isə deyəcəklər. Ey Rəbbimiz! Biz bir-birimizdən faydalandıq və bizim üçün müəyyən etdiyin əcəlimizə yetişdik. Allah deyəcək, sizin qalacağınız yer oddur. Allahın istədikləri kəslərdən başqa, siz orada əbədi qalacaqsınız. Həqiqətən Rəbbin müdrikdir, biləndir. Beləliklə, qazandıqları günahlara görə zalimların bir qismini digərinə hakim təyin edərik. Allah deyəcək, ey cin və insan tayfası! Məyər sizə öz içərinizdən ayələrimi xəbər verən və bu gününüzlə qarşılaşacağınız barədə sizə xəbərdarlıq edən elçilər gəlmədimi? Onlar deyəcəklər, biz öz əleyhimizə şahidlik edirik. Onları dünya həyatı aldatdı və onlar kafir olduqları barədə özlərinə qarşı şəhadət verdilər. Bu ona görədir ki, Rəbbin əhalisi qafil olan kəndləri haqsızcasına məhv etməz. Hər kəsin etdiyi əməllərə görə dərəcələri vardır. Rəbbin onların etdiklərindən xəbərsiz deyildir. Rəbbin zəngindir, mərhəmət sahibidir. İstəsə, sizi məhv edər və sizi başqa bir qövmün nəslindən yaratdığı kimi, sizdən sonra da yerinizə istədiyini gətirər. Həqiqətən sizə vəd olunan əzab gələcəkdir. Siz ondan yaxa qurtara bilməyəcəksiniz. De ki, ey qövmüm, əlinizdən gələni edin. Mən də edəcəyəm. Axirət yurdunun aqibətinin kimə nəsib olacağını biləcəksiniz. Şübhəsiz ki, zalimlar nicat tapmazlar. Onlar Allah üçün onun yaratdığı əkindən və malqaradan pay ayırıb, öz batil iddialarına əsasən, bu Allah üçündür, bu da şərik qoşduqlarımız bütlər üçündür deyirlər. Şərikləri üçün ayırdıqları pay Allaha çatmır. Allah üçün ayırdıqları pay isə şəriklərinə çatır. Onların verdikləri hökm necə də pisdir.
Beləliklə, müşriklərin bir çoxuna övladlarını öldürməyi öz şərikləri gözəl göstərdilər ki, həm onları məhv etsinlər, həm də dinlərinə qarmaqarışıqlıq salsınlar. Əgər Allah istəsəydi, onlar bunu etməzdilər. Elə isə onları uydurduqları ilə birlikdə tərk et. Onlar öz batil iddialarına görə, bu malqara və əkinlər haramdır. Bunları bizim istədiklərimizdən başqa heç kəs yiyə bilməz deyirlər. Müşriklər malqaradan bəzisinə minməyi haram edir. Bəzisini də kəsərkən üstündə Allahın adını çəkmirlər. Onlar bunu Allaha iftira ataraq edirlər. O da onları atdıqları iftiraya görə cəzalandıracaqdır. Onlar bu malqaranın qarınlarındakı balalar kişilərimizə halal, qadınlarımıza isə haramdır deyirlər. Əgər o bala ölü doğularsa, hamısı onu yeməyə şərik olurlar. Allah onları bu vəsflərinə görə cəzalandıracaqdır. Həqiqətən o müdrikdir, biləndir. Axmaqlıqları üzündən dərk etmədən öz övladlarını öldürən və Allahın onlara verdiyi ruzini Allaha iftira ataraq haram edənlər, əlbəttə, ziyana uğramışlar. Onlar azdılar və doğru yola yönəlmədilər. Talvar üzərində olan və talvarsız öz gövdəsi üzərində duran bağları, dadları müxtəlif olan xurma və dənli bitkiləri, bir-birinə bənzəyən və bənzəməyən zeytunu və narı yaradan odur. Bar verdiyi zaman onların meyvəsindən yeyin, yığım günü zəkatını verin, lakin israf etməyin. Şübhəsiz ki, Allah israf edənləri sevmir. Üstündə yük daşınan və yük daşınmayan malqaranı da yaradan odur. Allahın sizə verdiyi ruzilərdən yeyin, şeytanın izi ilə getməyin. Şübhəsiz ki, o sizin açıq-aşkar düşməninizdir. Allah o heyvanlardan 8 cift yaratdı. Qoyundan ikisini və keçidən ikisini. De ki, o 2 erkəyi haram buyurdu, yoxsa 2 dişini, yaxud 2 dişinin qarnındakı balaları? Əgər doğru danışanlarsınızsa, elmə əsaslanıb, bu haqda mənə xəbər verin. Dəvədən də ikisini, inəkdən də ikisini. De ki, o 2 erkəyi haram buyurdu, yoxsa 2 dişini, yaxud 2 dişinin qarnındakı balaları? Yoxsa Allah bunu sizə tövsiyə etdiyi zaman şahid idiniz? Elmsiz olaraq insanları azdırmaq üçün Allaha qarşı yalan uyduran kimsədən daha zalım kim ola bilər? Şübhəsiz ki, Allah zalım qövmü doğru yola yönəltməz. De ki, mənə gələn vəhlər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm. Hər kəs harama meyl etmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olarsa, ona günah gəlməz. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir. Yəhudilərə dırnaqlı heyvanların hamısını haram etdik. İnək və qoyunun bel sütunlarına və ya bağırsaqlarına yapışan,
yaxud sümüklərə qarışan yağlar istisna olmaqla onların piylərini də haram etdik. Bu, həddi aşdıqlarına görə onlara verdiyimiz cəzadır. Şübhəsiz ki, biz doğru danışanlarıq. Əgər onlar səni yalançı hesab etsələr, de ki, Rəbbiniz geniş mərhəmət sahibidir. Lakin onun əzabı günahkar tayfadan uzaqlaşdırılmaz. Müşriklər deyəcəklər, Allah istəsəydi, nə biz, nə də atalarımız ona şərik qoşar, nə də biz bir şeyi haram edə bilərdik. Onlardan əvvəlkilər də öz peyğəmbərlərini beləcə yalançı hesab etmişdilər. Axırda əzabımızı daddılar. De ki, bizə göstərə biləcəyiniz bir bilginiz mi var? Siz ancaq zənnə qapılır və ancaq yalan danışırsınız. De ki, tutarlı dəlillər Allaha məxsusdur. Əgər o istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi. De ki, şahidlərinizi gətirin, şəhadət versinlər ki, bunu Allah haram buyurmuşdur. Əgər onlar şəhadət versələr, sən onlarla birlikdə şəhadət vermə. Ayələrimizi yalan sayanların və axirətə inanmayanların istəklərinə uyma. Onlar başqalarını öz Rəbbinə tay tuturlar. De ki, gəlin Rəbbinizin sizə nələri haram etdiyini oxuyun. Ona heç nəyi şərik qoşmayın. Valideynlərə yaxşılıq edin və yoxsulluq ucbatından uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini biz verdik. Murdar əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allahın öldürülməsini haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız. Yetim həddi buluğa çatana qədər, xeyirxahlıq istisna olmaqla onun malına yaxınlaşmayın. Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik. Söz söylədiyiniz zaman qohumunuz olsa belə ədalətli olun. Allah qarşısındakı əhdə sadiq qalın. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə düşünüb ibrət alasınız. Bu, mənim doğru yolumdur. Onu tutub gedin. Başqa yollara uymayın. Çünki o yollar sizi Allahın yolundan uzaqlaşdırar. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə pis əməllərdən çəkinəsiniz. Sonra biz Musaya yaxşı iş görən kimsəyə nemətimizi tamamlamaq məqsədi ilə hər şeyi müfəssəl izah edən, doğru yolun göstəricisi və mərhəmət olaraq kitab verdik ki, bəlkə onlar öz Rəbbi ilə qarşılaşacaqlarına iman gətirələr. Bu, bizim nazil etdiyimiz mübarək bir kitabdır. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə sizə rəhm oluna. Biz bunu ona görə nazil etdik ki, siz kitab yalnız bizdən əvvəlki iki tayfıya, Yəhudilərə və xaçpərəstlərə nazil edilmişdir. Biz isə onların oxuduqlarından xəbərsizik deməyəsiniz. Və ya əgər bizə kitab nazil edilsəydi, onlardan daha çox doğru yolda olardıq deməyəsiniz. Artıq sizə Rəbbinizdən açıq aydın bir dəlil,
doğru yol göstəricisi və mərhəmət gəlmişdir. Allahın ayələrini yalan sayan və onlardan üz çevirən kimsədən daha zalım kim ola bilər? Ayələrimizdən üz çevirənləri, üz çevirdiklərinə görə pis əzabla cəzalandıracağıq. Yoxsa onlar ancaq ya mələklərin, ya Rəbbinin və yaxud da Rəbbinin bəzi əlamətlərinin gəlməsini gözləyirlər. Rəbbinin bəzi əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir. De ki, gözləyin, şübhəsiz ki, biz də gözləyirik. Dinlərini parçalayıb, firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra Allah onlara etdikləri əməllər barədə xəbər verəcəkdir. Kim yaxşılıq gətirərsə, ona gətirdiyinin 10 qat əvəzi verilər. Kim pislik gətirərsə, ona ancaq gətirdiyinin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz. De ki, həqiqətən Rəbbim məni doğru yola, həqiqi dinə, Hənif İbrahimin dininə yönəltdi. O, heç vaxt müşriklərdən olmamışdı. De ki, şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür. Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəlmanların birincisiyəm. De ki, Allah hər şeyin Rəbbi olduğu halda mən ondan başqa məbudmu axtaracağım? Hər kəsin qazandığı günah yalnız öz əleyhinədir. Heç bir günahkar başqasının günahını daşımaz. Sonra isə dönüşünüz Rəbbinizə olacaq və O, ixtilafa düşdüyünüz məsələlər barədə sizə xəbər verəcəkdir. Verdiyi neymətlərlə sınamaq üçün sizi yeryüzünün xələfləri təyin edən, birinizi digərinizin fövqünə dərəcə-dərəcə qaldıran Odur. Həqiqətən sənin Rəbbin tezliklə cəza verəndir. Həqiqətən O, bağışlayandır, rəhəmlidir. Əl-Əraf Səd surəsi. Mərhəmətli və rəhimli Allahın adı ilə. Əlif, Ləm, Mim, Sad. Bu, insanları qorxutmaq və möminlərə öyüd nəsiyyət vermək üçün sənə nazil edilən kitabdır. Ona görə qəlbin heç narahat olmasın. Rəbbinizdən sizə nazil edilənə tabe olun. Onu qoyub başqa dostlara uymayın. Siz necə də az öyüd nəsiyyət dinləyirsiniz. Biz neçə-neçə kəndləri məhv etdik. Əzabımız onlara gecə ikən və ya günorta çağı yatıb istirahət etdikləri vaxt gəldi. Əzabımız onları haqladığı zaman onların çağırışları, həqiqətən biz zalım olmuşuq deməkdən başqa bir şey olmadı. Biz mütləq elçi göndərilən ümməti və göndərilmiş elçiləri sorğu-suala tutacağıq. Onlara etdikləri əməlləri barədə öz elmimizlə bildirəcəyik. Axı biz qaib deyildik.
O gün əməllərin tərəzidə çəkilməsi bir həqiqətdir. Tərəziləri ağır gələnlər, məhz onlar nicat tapanlardır. Tərəziləri yüngül gələnlər isə ayələrimizə qarşı haqsızlıq etdiklərinə görə özlərini ziyana uğradanlardır. Biz sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanışıq vasitələri yaratdıq. Necə də az şükür edirsiniz. Sizi xəlq etdik, sonra sizə surət verdik. Sonra da mələklərə Adəmə səcdə edin dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı. Allah dedi, mən sənə əmr etdikdə, sənə səcdə etməyə nə mane oldu? İblis dedi, mən ondan daha üstünəm. Çünki sən məni oddan, onu isə palçıqdan yaratmısan. Allah dedi, buradan aşağı en. Burada təkəbbürlük göstərmək sənə yaramaz. Çıx get. Çünki sən alçaldılmışlardansan. İblis dedi, onların dirildiləcəyi günə qədər mənə möhlət ver. Allah dedi, şübhəsiz ki, sən möhlət verilənlərdənsən. İblis dedi, sən məni yoldan çıxartdığına görə, mən də sənin düz yolunun üstündə oturub insanları tovlayacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və sən onların əksəriyyətini şükür edən görməyəcəksən. Allah buyurdu, oradan mənfur və qovulmuş halda çıx. Onlardan hər kəs sənin ardınca getsə, əlbəttə cəhənnəmi sizin hamınızla dolduracağam. Ey Adəm, sən zövcənlə birlikdə cənnətdə sakin ol. Bəyəndiyiniz yerlərdə yeyin, ancaq bu ağaca yaxınlaşmayın. Yoxsa özlərinə zülm edənlərdən olarsınız. Şeytan onların bir-birindən gizli qalan ayıb yerlərini özlərinə göstərmək üçün onlara pıçıldayıb dedi, Rəbbiniz sizə bu ağacı yalnız ona görə qadağan etmişdir ki, siz mələk və ya cənnətdə əbədi qalanlardan olmayasınız. Üstəlik onlara, şübhəsiz ki, mən sizin nəsihətçilərinizdənəm deyə and içdi. Beləliklə, şeytan onları tovlayaraq cənnətdən aşağı endirdi. Hər ikisi ağacdan datdıqda ayıb yerləri özlərinə göründü və onlar cənnət ağaclarının yarpaqlarından ayıb yerlərinin üstünə örtməyə başladılar. Rəbbi onlara belə müraciət etdi. Mən sizə o ağacı qadağan etmədimmi? Və şeytan sizin açıq-aşkar düşməninizdir demədimmi? Hər ikisi, ey Rəbbimiz, biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və bizə rəhm etməsən, əlbəttə ziyana uğrayanlardan olarıq, dedilər. Allah dedi, bir-birinizə düşmən kəsilərək yerə enin. Yerdə sizin üçün müəyyən vaxta qədər qərar tutacağınız məskən və faydalanmaq üçün istifadə edəcəyiniz şeylər vardır. Allah dedi, siz orada yaşayacaq, orada öləcək və oradan çıxarılacaqsınız. Ey Adəm oğulları!
Sizə ayıb yerlərinizi örtəcək libas və bəzək düzək nazil etdik. Təqva libası isə daha xeyirlidir. Bu, Allahın dəlillərindəndir. Bəlkə düşünüb onlardan ibrət alasınız. Ey Adəm oğulları! Şeytan, əcdadınızın ayıb yerlərini özlərinə göstərmək məqsədi ilə aldadaraq libaslarını soyundurub cənnətdən çıxartdığı kimi, sizi də aldatmasın. Şübhəsiz ki, o və onun nəsli sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Həqiqətən biz şeytanları iman gətirməyənlərin dostları etdik. Onlar yaramaz əməl etdikləri zaman atalarımızı belə gördük, Allah da bizə bunu əmr etmişdir deyirlər. De ki, Allah yaramaz əməlləri əmr etməz. Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız. De ki, Rəbbim ədalətli olmağı əmr etdi. Hər səcdə etdiyiniz yerdə üzünüzü ona tutun və Allaha, dini məhz ona məxsus edərək dua edin. Sizi ilk dəfə yaratdığı kimi diriləcəksiniz. Allah öz bəndələrinin bir qismini doğru yola yönəltdi, digərlərinə isə haqq yoldan azmaq layiq görüldü. Çünki onlar Allahı qoyub şeytanları özlərinə dost tutdular və elə güman edirlər ki, doğru yoldadılar. Ey Adəm oğulları! Məscidlərə gedərkən gözəl geyimlərinizi geyin. Yeyin, için, lakin israf etməyin. Şübhəsiz ki, Allah israf edənləri sevmir. De ki, Allahın öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram etmişdir? De ki, bunlar dünya həyatında hamıya, qiyamət günü isə yalnız möminlərə məxsusdur. Biz dərk edən adamlar üçün ayələri belə izah edirik. De ki, Rəbbim həm aşkar, həm də gizli törədilən yaramaz əməlləri, hər cür günahı, haqsızcasına zülm etməyi, Allahın haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi ona şərik qoşmağınızı və bilmədiyiniz şeyləri Allahın əleyhinə söyləməyinizi haram buyurmuşdur. Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəldiyi zaman, bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər. Ey Adəm oğulları! Sizə aranızdan elçilər gəlib ayələrimi bəyan edərkən, məndən qorxub öz əməllərini islah edən şəxslərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. Ayələrimizi yalan sayıb onlara təkəbbürlüklə yanaşanlar isə od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar. Allaha qarşı yalan uyduran və ya onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? Yazıda olan qismətləri onlara nəsib olacaqdır. Nəhayət, elçilərimiz onların canını almaq üçün yanlarına gəldikdə, Allahdan savayı çağırdıqlarınız hardadır deyəcəklər. Onlar, bizi qoyub qaçıblar deyəcək və kafir olduqlarına dair öz əleyhlərinə şahidlik edəcəklər. Allah deyəcək, sizdən əvvəl gəlib getmiş günahkar cin və insan tayfaları ilə birlikdə oda girin.
Hər bir tayfa oda girdikcə digərini lənətləyəcəkdir. Nəhayət, hamısı orada toplandığı zaman, sonrakılar əvvəlkilər barəsində deyəcəklər: Ey Rəbbimiz, bunlardır bizi azdıran, elə isə odda bunlara 2 qat əzab ver. Allah deyəcək: Əzab hər kəs üçün 2 qatdır, lakin siz bunu bilmirsiniz. Əvvəlkilər sonrakılara deyəcəklər: Sizin bizim üzərimizdə heç bir üstünlüyünüz olmayıb, elə isə qazandıqlarınıza görə dadın əzabı. Şübhəsiz ki, ayələrimizi yalan sayanlara və onlara təkəbbürlüklə yanaşanlara göyün qapıları açılmayacaq və dəvə iynənin gözündən keçməyincə onlar cənnətə girməyəcəklər. Biz günahkarları belə cəzalandırırıq. Onların cəhənnəm odundan yatağı və yorğanları olacaqdır. Biz zalimları belə cəzalandırırıq. İman gətirib yaxşı əməl edənlər isə cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyirik. Biz onların kökslərindəki kin-küdurəti çıxaracağıq. Onların ayaqları altından çaylar axacaq. Onlar deyəcəklər: Bizi buna qovuşduran Allaha həmd olsun. Əgər Allah bizə hidayət etməsəydi, biz özümüz doğru yola yönələ bilməzdik. Əlbəttə, Rəbbimizin elçiləri haqqı gətirmişdilər. Onlara belə xitab ediləcəkdir: Əməlləriniz sayəsində varis olduğunuz cənnət budur. Cənnət əhli od sakinlərini səsləyib deyəcəklər: Biz Rəbbimizin bizə vəd etdiyinin doğru olduğunu gördük. Siz də Rəbbinizin sizə vəd etdiyinin doğru olduğunu gördünüzmü? Onlar bəli deyəcəklər. Bu zaman onların arasında bir carçı səsləyib deyəcəkdir: Allahın lənəti olsun zalimlara. O kəslərə ki, insanları Allah yolundan saptırır, onu əyri göstərməyə çalışır və axirəti inkar edirdilər. Hər iki tərəfin arasında pərdə və səddin üzərində hər kəsi simasından tanıyan insanlar olacaqdır ki, onlar cənnət əhlini səsləyib, sizə salam olsun deyəcəklər. Halbuki özləri çox istədikləri halda hələ cənnətə girməyəcəklər. Onların gözləri od sakinlərinə tərəf çevrildikdə isə deyəcəklər: Ey Rəbbimiz, bizi zalimlara tay tutma. Sədd əhli əlamətlərindən tanıdıqları adamları səsləyib deyəcəklər: Sizə nə yığdıqlarınız, nə də təkəbbürlük göstərməyiniz fayda vermədi. Allah onlara mərhəmət nəsib etməyəcəkdir deyə barəsində and içdiyiniz kəslər bunlardırmı? Sədd əhlinə deyiləcəkdir: Cənnətə girin, sizə heç bir qorxu yoxdur və siz kədərlənməyəcəksiniz. Od sakinləri cənnət əhlini səsləyib deyəcəklər: Bizim üstümüzə biraz su və ya Allahın sizə verdiyi ruzidən tökün. Onlar isə deyəcəklər: Allah bunları kafirlərə haram etmişdir. O kəslərə ki, dinlərini əyləncə və oyun etmişdilər və dünya həyatı onları aldatmışdı. Onlar bu günləri ilə qarşılaşmağı unutduqları və ayələrimizi inkar etdikləri kimi,
biz də onları bugün unudarıq. Biz onlara biliyimizlə izah etdiyimiz, iman gətirən qövm üçün hidayət və mərhəmət olan bir kitab göndərdik. Yoxsa kafirlər yalnız onun aqibətini gözləyirlər. Onun aqibəti gəldiyi gün əvvəllər onu unudan kəslər deyəcəklər: həqiqətən də Rəbbimizin elçiləri haqqı gətirmişdilər. İndi bizim tərəfimizi saxlayan şəfaətçilər varmı? Yaxud geri qaytarılacağıq mı ki, əvvəllər etdiyimiz əməllərdən başqasını edək? Onlar özlərini ziyana uğratdılar. Uydurduqları bütlər isə onlardan uzaqlaşıb qeyb olacaqlar. Doğrudan da Rəbbiniz göyləri və yeri 6 gündə yaradan, sonra da ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları öz əmrinə tabe edən də odur. Əslində, yaratmaq da, əmr etmək də ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır. Rəbbinizə acizanə, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları sevmir. Yeryüzü islah olunduqdan sonra orada fəsad törətməyin. Allaha qorxu və ümidlə yalvarın. Həqiqətən Allahın mərhəməti yaxşılıq edənlərə yaxındır. Küləkləri öz mərhəməti önündə yağışdan qabaq müjdəçi olaraq göndərən O'dur. Nəhayət o küləklər ağır buludları daşıyarkən, biz o buludları ölü bir diyara tərəf qovur, onunla yağmur endirir və bunun vasitəsilə hər cür meyvə yetişdiririk. Biz ölüləri də belə dirildəcəyik. Bəlkə düşünüb ibrət alasınız. Yaxşı torpaqda bitkilər Rəbbinin izni ilə çox asanlıqla bitər. Pis torpaqda isə onlar yalnız çox çətinliklə yetişər. Biz ayələri şükür edən bir qövmə beləcə izah edirik. Biz Nuhu öz xalqına elçi göndərdik. O dedi: ey qövmüm, Allaha ibadət edin. Sizin ondan başqa məbudunuz yoxdur. Mən sizə üz verəcək böyük günün əzabından qorxuram. Xalqının zadəganları dedilər: həqiqətən də biz səni açıq aydın azğınlıq içində görürük. O dedi: ey qövmüm, mən heç də azmamışam. Lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir elçiyəm. Mən Rəbbimin mənə vəhy etdiklərini sizə təbliğ edir və sizə öyüd nəsiyyət verirəm. Allahdan nazil olanlar sayəsində sizin bilmədiklərinizi bilirəm. Allahdan qorxub bəlkə mərhəmətə nail olasınız deyə sizi qorxutmaq üçün öz aranızdan olan bir kişinin vasitəsilə Rəbbinizin sizə öyüd nəsiyyət verməsinə heyrətmi edirsiniz? Kafirlər onu yalançı hesab etdilər. Biz onu və onunla birlikdə gəmidə olanları xilas etdik. Ayələrimizi yalan hesab edənləri isə suya qərq etdik. Doğrudan da onlar kör adamlar idilər. Ad qövmünə də qardaşları Hudu göndərdik. O dedi: ey qövmüm, Allaha ibadət edin. Sizin ondan başqa məbudunuz yoxdur. Yoxsa qorxmursunuz? Qövmünün kafir zadəganları dedilər: biz səni səfeh sayırıq və həqiqətən də səni yalançılardan hesab edirik. O dedi: ey qövmüm, mən heç də səfeh deyiləm. Lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş
bir elçiyəm. Mən Rəbbimin vəhy etdiyi hökmlərini sizə təbliğ edirəm. Mən sizin etibarlı nəsihətçinizəm. Yoxsa sizi qorxutmaq üçün öz aranızdan olan bir kişinin vasitəsilə Rəbbinizin sizə öyüd nəsiyyət verməsinə heyrətmi edirsiniz? Yadınıza salın ki, O, sizi Nuh qövmündən sonra xələflər təyin etdi və sizi xilqətcə daha qüvvətli etdi. Allahın nemətlərini xatırlayın ki, bəlkə nicat tapasınız. Onlar dedilər, yanımıza gəlmisən ki, atalarımızın ibadət etdiklərini buraxıb tək Allaha ibadət eləyək? Əgər doğru danışanlardansansa, bizə vəd etdiyin əzabı gətir. Hud dedi, artıq Rəbbinizdən sizə əzab və qəzəb yetişdi. Siz özünüzün və atalarınızın uydurduqları adlar barəsində mənimlə mübahisə mi edirsiniz? Halbuki Allah onlar barəsində heç bir dəlil nazil etməmişdir. Gözləyin, şübhəsiz mən də sizinlə birlikdə gözləyənlərdənəm. Biz onu və onunla birlikdə olanları öz mərhəmətimizlə xilas etdik. Ayələrimizi yalan hesab edənlərin isə kökünü kəsdik. Onlar iman gətirən deyildilər. Səmud qövmünə də qardaşları Salehi göndərdik. O dedi, ey qövmüm, Allaha ibadət edin. Sizin ondan başqa məbudunuz yoxdur. Rəbbinizdən sizə açıq-aydın dəlillər gəldi. Allahın qayadan çıxartdığı bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Onu buraxın, Allahın torpağında otlasın. Ona bir pislik etməyin, yoxsa sizi ağrılı-acılı bir əzab yaxalayar. Xatırlayın ki, O, sizi Ad qövmündən sonra xələflər etdi və yer üzündə yerləşdirdi. Siz də onun düzənliklərində qəsrlər tikir, dağlarda evlər yonursunuz. Allahın nemətlərini yada salın, yer üzündə fəsad yayaraq pis işlər görməyin. Onun qövmünün təkəbbürlü zadəganları öz aralarından iman gətirən zəiflərə dedilər, siz Salihin öz Rəbbi tərəfindən göndərildiyini bilirsinizmi? Onlar dedilər, həqiqətən biz onunla göndərilən hər şeyə inanırıq. Təkəbbür göstərən başçılar dedilər, həqiqətən biz sizin inandığınızı inkar edirik. Onlar dişi dəvənin diz vətərini kəstilər və beləliklə də Rəbbinin əmrindən çıxıb, ey Salih, əgər sən göndərilən elçilərdənsənsə, bizə vəd etdiyin əzabı gətir, dedilər. Onları dəhşətli bir sarsıntı yaxaladı və onlar öz evlərində üzü qoylu düşüb qaldılar. Salih onlardan üç çevirib dedi, ey qövmüm, mən Rəbbimin mənə vəhy etdiyi hökmünü sizə çatdırdım və sizə öyüd nəsiyyət verdim, lakin siz nəsiyyət verənləri sevmirsiniz. Lutu da elçi göndərdik. Bir zaman o öz qövmünə demişdi, sizdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc əməli siz mi edəcəksiniz? Siz qadınları qoyub şəhvətlə kişilərin yanına gedirsiniz. Həqiqətən siz həddi aşmış adamlarsınız. Onun qövmünün cavabı, onları yurdunuzdan çıxarın. Axı onlar təmizliyə can atan adamlardır deməkdən başqa bir şey olmamışdı. Biz onu və ailəsini xilas etdik, yalnız arvadından başqa. O, geridə qalanlardan oldu.
Biz onların üstünə daşlardan yağış yağdırdıq. Bir gör günahkarların aqibəti necə oldu. Mədiyən qövmünə də qardaşları Şüeybi göndərdik. O dedi, ey qövmüm, Allaha ibadət edin. Sizin ondan başqa məbudunuz yoxdur. Rəbbinizdən sizə açıq aydın bir dəlil gəldi. Elə isə ölçüyə və çəkiyə tam riayət edin. İnsanların əşyalarını əksik verməyin və yer üzü islah olunduqdan sonra orada fəsad törətməyin. Əgər möminsinizsə, bu sizin üçün daha xeyirlidir. Hər yolun başında oturub Allaha iman gətirənləri hədəliyib onun yolundan saptırmayın və onu əyri göstərməyə çalışmayın. Xatırlayın ki, siz az idiniz, o sizi çoxaltdı. Bir görün fəsad törədənlərin aqibəti necə oldu? Əgər aranızdan bir dəstəniz mənimlə göndərilənə inanmış, bir dəstəniz isə inanmamışsa, Allah aramızda hökm verənədək səbr edin. Axı o, hakimlərin ən yaxşısıdır.